Hər kəsə salam. Hamınız yeni videoma xoş gəldiniz. Bugün yeni rəsm videosuyla qarşınızdayım. Əvvəlki rəsmimi bir dənə çəkmişdim, onu görsədim. Arxada da oturan qız ilk dəfə çəkdim, ona görə pis ola bilər. Bu gəzlərlə bərabər mən necə rəsm çəkirəm, bunu paylaşacağım. Təbii ki də Picasso deyirəm, çox yaxşı rəsm çəkə bilmirəm, üz-göz çəkə bilmirəm. Sadəcə portretlərə əlim öyrəşsin deyə saç fərqli modellər çəkirəm. Biraz da üz quruluşunu çəkirəm. Bəzi şəkillər Pinterestdən tapıram, amma YouTube videosunda olduğum üçün, bir dənə də telefonum olduğu üçün Pinterestdən baxmıram. Tamamilə öz xəyalıma buraxıram. Yəni özümdən bir saç modeli, film karakteri kimi bir şey yaradıram. Belə saçı açıq olan qız yaradıram. Burada gərəkli olan malzəmələr pozan, karandaş, qələm yonan da götürmüşdüm yanıma. Burada da sizə ufaq çaplı necə çəkdiyimi sizə göstərəcəm. Gördüyünüz kimi mən burada karandaş nömrə işlətmirəm, yəni çizim qələmləri falan işlətmirəm. Çünki hələ professional deyiləm, amma birazdan alacağım özümə. Bəlkə sizə belə videoda gələ bilər. Yəni indi belə tonlandırma eləyirəm, tonluyuram. Belə barmağımla karandaş izin yananda elə bil ufaq çatlı bir bozarır rəng və daha gözəl hala gətirir. Mən biraz rəsmimi çox bəyənə bilmədim. Özəlliklə üz quruluşunu çox bəyənə bilmədim. Yəni çox yaxşı eləyə bilmədiyimi düşünürəm. Siz də öz içinizdə mənim rəsmimə 10 üzərindən neçə verdiyinizi yaza bilərsiniz. Gördüyünüz kimi ufaq çaplı saçlarında toxunuşlar eləyirəm. Çox xoşuma gəldi deyə bilmərəm, yəni çünki daha bəyəndiyim modellər var, amma yenə də özümün xəyal gücünə buraxaraq çox gözəl bir şeylər elədim. İndi boyun hissəsini biraz eləyirəm, çünki altta hələ keçməmişəm, yavaş-yavaş başlayıram, ilk öncə üzdən başlayıram. Yavaş-yavaş eləyəcəyik və rəsmimi sonlandırdıq. Gəlin birlikdə rəsmə baxaq. Gördüyünüz kimi burada tonlama işləmişəm, həm qara rəng var, həm mavi var, həm də boz rəngimiz var və mənim rəsmim belədir. Sizcə necə oldu? Mən çox da bəyənə bilmədim, amma biraz da olsa bəyəndim. Mən öz rəsmimə 10 üzərindən 8 verərdim, yəni çox da pis deyil. Amma bundan yaxşı rəsm çəkə bilərəm. İnsan istəsə hər şey eləyə bilər. Dostlar, bir videomuzun sonuna gəldik. Özünüzə çox yaxşı baxın. Mənim rəsmim bu qədər idi. Mən belə çəkirəm. Öpürəm sizi. Özünüzə çox yaxşı baxın. Bay bay. Sağ olun dostlar. Rəsmim bu qədər. Videom da bu qədər.